Kondisioner təmiri ilə bağlı ustalara müraciətlər artıb. Havaların isinməsi avtomobillərin sərinləndirici sistemlərinin problemlərini üzə çıxarıb. Kondisioner təmiri ilə məşğul olan şəxslərin sözlərinə görə, bu avadanlıq soyuq havalarda çox istifadə edilmir. Yay fəslində isə işə salındığı zaman bir sıra problemlər üzə çıxır. Usta İsmail deyir ki, nəqliyyat vasitələrində olan kondisionerləri işlətmədən öncə test etmək vacibdir. Bəzən sürücülərin ani diqqətsizliyi onları böyük xərcə sala bilər. Ya isti verir, ya bir də görürsən soyuq verir, sonra isti verir. Belə bir problemlərlə qarşılaşırlar çox vaxtı. Onları mütləq yoxlamaq lazımdır. O problemlər friyonun azlığından yaranır. Ventilyasiyanın işləməməyindən yaranır, kompresorun işləməməyindən yaranır. Tez sıradan çıxa bilən hissələri kondisionerin radiatorunda olur. Friyonda azalma ola bilər, buraxma, yəni uteçka deyirik. Biz təmir olunub, avtomobilin üzərinə stanovka olunur, qazlı zadı vurulur. Hamısı onun içərisində 200-250 manat tutur. Ustanın sözlərinə görə avtomobil kondisionerlərinə yalnız freon qazının vurulması 50-70 manata başa gəlir. Bundan əlavə, əgər nəqliyyat vasitəsində ümumiyyətlə soyuducu sistem yoxdursa, onun quraşdırılması da mümkündür. Lakin bu zaman daha çox vəsait tələb olunur. Bütün avadanlıqların satışı da var, belə deyək. Ona görə rahatdır, indiki zamanədə çox rahatdır istənilən avtomobilə kondisioneri quraşdırmaq. Bütün kondisionerə aid olan salon radiatorundan tutmuş, çöl radiatorudur, kompresordur, trubka, şlanq sistemləridir. Bütün hamısı sıfırdan işlənilir. Bir avtomobilin üzərinə quraşdırıldıqdan sonra freon vurulur, kondisioner yoxdursa, ona yenidən kondisioner stanovka olunması lazımdırsa, o cür sıfırdan başlamadı, o vardırsa 1000-1500 arası pul aparır. İsmail Gülabıyev onu da bildirib ki, kondisionerlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olan əsas amil avtomobil yüksək sürətlə hərəkət edərkən soyuducu sistemin işə salınmasıdır. Belə ki, əgər sürücü nəqliyyat vasitəsi ilə hərəkətdədirsə, kondisioneri işə saldıqda mühərrikin dövrlər sayını azaltmalıdır. Xələf Xələfov, Cəfər Qasımov, Ayaz Süleymansoy, Xəbər Ertəsi.